havanla bağlı açıklama vereceğim. Bakıda yine güclü yağış yağacaq. Hələ yağışın fəsadlarını yığıb yığışdırmamışıq, təmizləməmişik. Ayın 19-da yenidən güclü yağışlar yağacaq. Mayın 19-da gözlənilən hava şəraiti açıqlanır. Milli Hidrometeorologiya Xidmətindən Bakı.az verilən məlumata görə Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacaq. Həm də yağması gözlənilir. Gündüz bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli intensivləşəcəyi yağışın gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18 isti, gündüz 19-23 isti olacaq. Atmosfer təzyiqi 751 min millimetr civə sütununda 755 civə sütununa qədər yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, yəni isti olacaq. Gündüz 20-25 isti gözlənilir. Dağlarda gecə 5-10 isti, gündüz 12-17 isti, bəzi yerlərdə isə 20-24 dərəcəlik isti olacağı gözlənilir. Ayın 19-da yağış yağacaq. Yenə də deyirəm, yağışın fəsadları yığışılmayıb, aradan qaldırılmayıb. Evlər, küçələr, qalanlar suyun içindədir hələ ki. Yenə 19-u yağış gözlənilir, həm də güclü yağış gözlənilir.